Deməli, burada bütün peyğəmbərlərə aid bir məsələ var. Bütün peyğəmbərlərə aid bir məsələ var. Bu nədirsə müştərək nöqtədir. Hamısı bunun başına fırlanıb. O müştərək nöqtə nədir görəsən? Ki, bütün peyğəmbərlərə aidiyyəti var. O müştərək nöqtə bütün peyğəmbərlərin məqsədinin doğrulmasıdır Kərbalanın vasitəsilə. Bax, Kərbəlaya qədər Həzrəti Adəmdən hesablayın. Bilinən tərəfləri var tarixin, bir də bilinməyən tərəfləri var tarixin. Baxın tarixə, Həzrəti Adəmdən bu tərəfə nə qədər keşmə-keşlər, din genişlənə bilməyib. Elə deyil. Hətta hədis oxumuşduq İmam Səccad ağadan ki, Bəni İsrail bir günün içində 70 dənə peyğəmbərin başını kəsdi. Bunun mənası budur ki, orada din inkişaf eləyə bilməyib, mənəvi mühit genişlənə bilməyib, ilahi hökumət qurula bilməyib. Gəliblər, öldürüblər, doğrayıblar, yandırıblar. Baxın, Həzrəti Cərcis peyğəmbərə məzlumu 4 dəfə öldürürlər, tikə-tikə doğrayırlar. O tikələrini də od vurub yandırırlar, sonra küllərini də küləyə verirlər, nə bilim, suya səpirlər. Bu cür peyğəmbər necə inkişaf eləyə bilər? Necə öz əhatəsini genişləndirə bilər? Hamısı, belə deyək də, yarımçıq qalıb. Hamısı. Yəni, tam risalət tamamlanmayıb imamətə qədər. Bütün peyğəmbərlərin ən üstünü kimdir? İslam peyğəmbəri. Yaranış aləminin ən böyük şəxsiyyəti İslam peyğəmbəri. Yaranış aləminin ən dahi şəxsiyyəti İslam peyğəmbəri. Dünyanın bir nömrəli ağıllısı İslam peyğəmbəri. Dünyanın bir nömrəli sərkərdəsi İslam peyğəmbəri. Dünyanın bir nömrəli siyasətçisi İslam peyğəmbəri. Dünyanın bir nömrəli hidayətçisi İslam peyğəmbəri. O da məqsədini tamamlaya bilməyib. Elə deyil. İmamətə gələndə Allah o əzəmətdə peyğəmbərə deyir: "Fəin ləm təf'əl fəma bəllğtə risalətə." Əgər imaməti təyin eləməsən, sənin də peyğəmbərliyin getdi işinin dalıcan. Nə qədər mühümdür bu məsələ? Nə qədər mühümdür bu məsələ? İslam peyğəmbərinə Allah deyir: "İmaməti təyin eləməsən, sənin risalətün də natamamdır və naqisdir." Natamam, naqisdir də. O əzəmətdə peyğəmbərə Allah özü bu cür deyir. Deməli, imamət məsələsi ilə 124 min peyğəmbərin hamısının məqsədi doğrulurdu.